Salam aleyküm Şeyx. Aleyküm salam və rəhmətullah bərəkət. Şeyx, bu dəfə də istər qardaşların sualları, istərsə də kommentlərdə gələn suallardan bəziləri sizə vermək istəyirik. Mühüm mövzulardan biridir ki, düzü bu kommentarda qeyd olunmayıb, lakin efirlərdə belə məşhurlaşıb bir şəxs deyir ki, İslam dini türklərin başına gəlmiş ən böyük bəladır. Buna münasibət necədir? Elhamdülillahi vahdə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Selamun aleyküm və rəhmətullah bərəkət. Aleyküm. Yəni İslam dini əslində bəla yox, bəlaları həll eləməyə gəlib, bəlalardan çıxartmaq üçün gəlib. Yəni, bunu deyən adam ya savadsızdır, cahildir, ya Allah bilim, hansısa fikirlərin sahibidir. Əksinə biz türklərə baxanda əksinə, hələ Allah subhanahu taala onları İslamla ucatdı. Məsələn, yaddan çıxartmaq lazımdır xilafəti Osmanlının. Məyər Osmanlıdan qabaq türklər hələ bir dövlət qurmuşdular, demək olar ki, dünyanın yarısını. Yəni, bunlar hamısı səhv fikirli insanların fikirləridir, irəli sürürlər və İslamdan xəbərləri olmayan. Əksinə, İslam insanları təmizliyə aparır, həm mənəvi, həm əxlaqi, həm Allahla düzgün münasibəti qurmağa səbəb olur, göstərir. Peyğəmbərlə düzgün münasibət olmağa göstərir, insanlarla, müsəlmanla, qeyri-müsəlmanla. Yəni, demək ki, İslam dini bəladır, yox, səhvdir. Sadəcə, bilirsiniz, ola bilsin, belə fikirlər yanılır bəzi cahillərdə, əsasızlarda. Məsələn, görürlər ki, məsələn, insanlar əqidədə, fikirlərdə bölünürlər və s. Atırlar İslamın üstünə. İslam üstünə atmaq lazım deyil. O, insanlar özləri eləyib bunu. İslam əksinə bizi bölmür. İslam bizi dəvət edir birliyə. Bir olaq, düzgün yanaşaq, Allahla düzgün münasibət quraq, insanlarla, ümumiyyətlə hər şeylə. Lakin insanlar ki, o bölünüblər, kimi deyib mənə tabi olun, biri deyib mənə tabi olun, biri bağlanıb kiməsə və belə bölünüblər, fikir ayrılığı olub. İndi onlar bunu İslamla əlaqələndirirlər. Bu da səhvdir. Bu da səhvdir. Görsən ki, adam savadsızdır. Bəli.